Salam mənim əziz izləyicilərim. Sizinlə bugün yenə mətbəximin sehrini paylaşmağa gəlmişəm. Hazırsınızsa gəlin bu yüngül, yumuşaq və möhtəşəm dadı olan kökələrimizi birlikdə hazırlayaq. Əvvəlcə bir qabın içinə kəsmiyi əlavə edirəm. Üzərinə bir ədəd yumurtanı qırıram. Sonra isə möhtəşəm ətri ilə hər yeməyi gözəlləşdirən rəndələmiş Holland pendirini qarşımıza qatırıq. İndi isə işin ən sağlam hissəsinə keçirik. Yulaf. Bu həm doyumluluq verir, həm də kökələrimizə o gözəl teksturanı bəxş edir. Üzərinə yarım çay qaşığı ağ küncüt və ya qara küncüt əlavə edirəm. Küncütlərin o xırçıltılı hissəsi kökələrimizə əsl tamamlayıcı toxunuş gətirir. Bütün ərzaqları qarışdırıram. Bax, belə yumuşaq, əlinə gələn gözəl bir xəmir alınır. Bu xəmirdən balaca yumrular hazırlayıram. Biraz əlimlə yaslayıb kökə formasına gətirirəm. Üzərini yumurtanın sarısı ilə bəzəyirəm. Zövqdən asılı olaraq üstlərinə ya küncüt ya da kətan toxumu səpirəm. Bu həm görüntünü gözəlləşdirir, həm də vitaminlərlə zəngin bir qat əlavə edir. Və sobaya göndəririk. Bişmə anında mətbəxdə elə bir qoxu yayılır ki, sözün əsl mənasını insanın özünə çəkir. Kökələrimiz sobadan elə yumuşaq, elə təravətli çıxır ki, sanki bulud kimi. Bu yemək elə bir dietik yeməkdir ki, həm səhərlərimizə enerji verəcək, həm də gün boyu əhvalınızı yüksəldəcək. İçi yumuşaq, rəngi işıqlı, dadı isə saniyələr içində adamı özünə aşiq edir. Bu möhtəşəm kökələri səhər yeməyində çayla o qədər gözəl yemək olur ki, günə enerji ilə başlamaq üçün bundan yaxşısı yoxdur. Həm sağlam, həm dietik, həm də formaya diqqət edənlər üçün əla seçimdir. Əzizlərim, əgər bu gözəl resepti bəyəndinizsə, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Yeni, daha maraqlı və sağlam reseptlərlə gələcəm. Sevgi ilə qalın. Hələlik.